Değerli izleyiciler, Mərdəkanda Bravo Marketə yaxın 11 sotun içində gördüyünüz bu 330 kvadratlıq bağ evi təcili olaraq dəyərindən aşağı qiymətə satışa təqdim olunur. 11 sot paket kupça. Yeni təmirdən çıxıb bütün divarlar hamısı ən bahalı boya ilə boyalanıb. Bu divarlar, evin divarları hamısı, evin də təmiri yenidir. Tam əşyalı 6 otaqdan ibarət sənət kupça. Gördüyünüz kimi həyətində 16 dənə palma, 22 dənə böyük yol ağacı var. Elə həyətindəki ağaçların qiyməti 150 min manatdır. Torpaq burada 45 min manatdandır sotu. 45 min manatdan başlayır. Burada tam paket, hasarın içində yolu asfalt, Bravo Marketdən, Mərdəkanda böyük Bravo Marketdən qapıya kimi 2 dəqiqəlik məsafədə yerləşir. Gəlin sizə yay mətbəxini göstərim. Villanın ümumi daxilində 2 dənə kombi var. Bir kombisi bu yay mətbəxi üçündür. Burada istifoldur, radiatorla quraşdırılıb. 2 dənə mətbəxi var. Biri burada, biri villanın daxilində. Soyuducudur, televizordur, nə görsəz hamısından 2-2-dir. Həm çöldə, həm də içərdədir. Gördüyünüz bu mətbəx yayda tam şəkildə açılır və qışda da tam şəkildə bağlayıb, qışda da oturmaq olur. Setkalarına kimi çəkilib, hamısı yenidir, ağcaqanaddan qoruyur. Keçək sizə burada kondisioner də quraşdırılıb, həyəti tam ağlayla üzlənib, evin fasadı ən bahalı boya. Gördüyünüz bütün yerlənçək, stol, stul, mebellər hamısı qiymətə daxildir. Gəlin manqal olan hissəsini göstərim. Qazı, su işığı daimidir. Bura manqal nisidir. Əsas giriş qapısı bax bu hissədən avtomatik açılan qapılardır. Düz küçəyə kimi asfalt küçədir. Küçə də yolun sonudur. Yəni burada uşaqlarınız çıxıb rahatlıqla orada futbol da oynaya bilər. Həmən küçəni maşınlar sağa sola işləmir. Burada balaca bir qapısı da var daxil olmaq üçün. İşıqlar hamısı 3 faza. Dəyərli izləyicilər, bura həm satılır, həm də barter olunur. Barter şərtləri nədir? Qara evdə, razində, villa ilə 8 sotdan çox olsun torpağı. Və yaxud da Targovda arxitektur bina. Başqa yerlərdə xahiş edilən barter təklifini göndərməyin, yəni ev sahibinə maraqlı deyil. Gördüyünüz kimi evin bir dənə fasadını göstərək. Hovuzu da deyərəm sizə, evin fasadını bir dənə göstərin, çox hündürdür. Pəncərələr hamısı vitraj pəncərələrdir. Hovuz 10 metr uzunudur, dərinliyi 1,80. Gördüyünüz kimi avtomatik öz-özünü təmizləyir. Daxilində işıqlandırması və daşıma filtrini hovuzdur. Gəlin arxa hissəsini sizə göstərim. Evin bütün otaqlarında kondisioner var. Gördüyünüz otaqlardan panorama çox gözəl hovuza baxır. Oranı sizə daxilindən göstərəcəm. Həyətindəki ağaçlar hamısı bar verən ağaçlardır. Alma, armud, zoğal ağaçları, xurma ağacına kimi var. Həyətində əlavə olaraq sanitar qovşağı bir dənə kombi də buradadır. Və əlavə su bakına kimi qoyulub ki, su sayğacı da buradadır. Suyu, qaz işığı hamısı daimidir. Su bakı da qoyulub ki, lazım olsa əlavə su ehtiyatınız da olsun. İndi isə gəlin keçək villanın daxilinə. Dəyərli izləyicilər, gəlin indi isə villanın daxilini